Bu məqamda, əziz qardaşlar, bir mühüm məsələni qeyd edim. Bu barədə çox soruşurlar. Deyirlər ki, bəs Rəşad qardaş, fitrə zəkatına ət alıb çıxartmaq olar, yoxsa yox? Ət, toyuq və s. bu kimi şeylər. Cavab budur ki, alimlər deyirlər ki, hədislər dəlalət edir ki, fitrə zəkatı saxlanılan və insanların əsas qidası olan ərzaqlardan çıxarılmalıdır. Və əsas qida deyəndə, o insanların gündəlik dolanışında əsas yer tutan və saxlanılan yeməklərdir. Məsələn, buğdadır, düyüdür, arpadır, qreçka, xurma və s. bu kimi şeylər nəzərdə tutulur. Ət məlum məsələdir ki, əsas qida sayılmır. Niyə? Çünki ət əsas qida kimi sabit deyil. Yəni, uzun müddət saxlanılan ərzaq olmadığı üçün, sabit qida olmadığı üçün, yəni sən əti alıb aylarla, illərlə saxlamırsan, məsələn, buğda kimi, un kimi, düyü kimi, qreçka kimi alıb saxlamırsan onu. Bu, əsas qida kimi sabit deyil. Ona görə alimlər deyiblər ki, ət bura daxil deyil. Bunu nəyə görə deyiblər, əziz qardaşlar? Çünki hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm bir səh deyib. Səh ölçü qabıdır. Belə deyək, həcm ölçüsüdür. Təxminən 2 kilo yarım tutan bir qabdır. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm bir səh deyib. Məsələn, bir qab düyü, bir qab qreçka, bir qab buğda, yəni bu kimi ölçülür, bu kimi başa düşülür. Amma ət çəki ilə ölçülür. Məsələn, bilirsən ki, 1 kilo ət, 2 kilo ət almışam, 3 kilo ət almışam. Bu səh, bura daxil olmadığı üçün ətdir, toyuqdur və s. Ona görə alimlər deyiblər ki, bu kimi şeylərdən fitrə zəkatı çıxarılmır. Əksər alimlər deyiblər bunu. Əksər alimlər bunu deyiblər. Yəni, ət çəki ölçüsüdür. Çəki ölçüsü olduğu üçün, amma hədisdə bir səh deyir, o səh ölçü qabıdır. Ölçü qabıdır, təxminən 2 kilo yarım miqdarında tutulan bir qabdır. O bir səh sən fitrə zəkatı çıxartmalısan. Ət də bura daxil deyil.